Nos parfum markasının qurucusu Samir Əliyev, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Xoş gününüzə gəldik. Nədən sonra ətir biznesinə başladınız? 2014-cü ildə başlamışam bu ətir işinə. İlk öncə həvəsim olub. Sonra da başladım oxumağa bu işi və necə deyərlər, getdim bu işin dalınca. Və bugünkü günə qədər də fəaliyyət göstərirəm. Nos parfum markası neçə ildir fəaliyyət göstərir? Nos parfum markası 2010-cu ildir. Əvvəl parfumer olub, sonra oldu Nos parfum. Nos parfum markasını digər ətir markalarından, ətir mağazalarından fərqləndirən nədir? Müştərilər niyə sizi seçsin? Müştərilər bizi seçməklərində məqsəd odur ki, yəni bizim də məqsədimiz odur ki, biz müştəriləri aldatmırıq. Müştərilərə ilk öncə hansısa bir məhsulu satmamışdan qabaq biz onlarla danışırıq, yəni ətir barəsində danışırıq. Hər bir hansısa bir ətiri seçim barəsində kömək edirik və ətirlərin qatqısında biz onları aldatmırıq. Yəqin ki, bu sosial şəbəkələrdə görürsünüz, bəzi fırıldaqçılar auksionlar keçirdirlər. Ətirlərin, bahalı ətirləri, adını bahalı qoyub, özünü çox ucuz qiymətə satırlar. Yəni, bu bir növ fırıldaqçılıqdır. Biz müştərilərin istəyinə görə ətirlərini hazırlayıb həmən yerində satış edirik. Özünüz də qeyd etdiyiniz kimi fırıldaqçılar, yalanlar çoxalıb. Çünki Azərbaycanda son dövrlər ətir biznesi çox geniş inkişaf edib, yəni addımbaşı ətir mağazalarıdır. Müştərilər necə etsinlər ki, aldanmasınlar? İlk növbədə müştərilər onlayn sifariş etməsələr, yəni əvvəllər bu onlayn sifariş var idi, çünki ətir biznesi o qədər də inkişaf etməmişdi və ətir işindən anlayışı olanlar bu işlə məşğul idi. Bugünkü gün mən günahı toptancılarda görürəm, ətirin toptan satışında günahları onlarda görürəm ki, çünki hər gələn müştəriyə az miqdarda ətir toptan qiymətə verirlər və özləri də toptancıların çoxusu bilmirlər ki, bu ətirin istehsalçısı kimdir, necə istehsal olunub, tərkibi nədir. Elə deyir ki, götür, apar, sat, yaxşı olacaq, pul qazanacaqsan. İstər-istəməz də həmin adamlar çıxırlar TikTok üzərində, Instagram üzərində və ən çoxu da bugünkü gün TikTok üzərində bu məşhurlaşıb. Çıxıblar, auksion keçirdirlər, kartdan karta pul köçürtdürürlər. Bəziləri eşitmişik ki, sadəcə olaraq kartdan pulunu köçürdür, malı vermir. Bəziləri də ucuz qiymət qışqıra-qışqıra reklam edir, satır, amma keyfiyyət o keyfiyyət deyil, ümumiyyətcə heç ətirin ona aidiyyəti yoxdur. Bəli, hətta bəzən özlərindən qatqılar deyirlər, hansı ki, onu yaxınlaşıb ətir mağazasına, düzdür, zövqlər müxtəlifdir, amma bəzən həqiqətən aidiyyəti olmayan qoxular ortaya çıxır və yaxud da ki, parfumun suyunla yağın nə qədər miqdarda vurulmağı da sual altındadır. Siz necə fikirləşirsiniz? Mən belə deyim, ümumiyyətcə bizim satdığımız bu aromatik maddələr deyək, yağlar, ətir yağları, bunların heç birisi orijinal deyil. Kimlər ki, satışında deyir ki, bunlar orijinaldır, bunlar heç birisi orijinal deyil. Sadəcə oxşarıdır. Yəni, heç bir ətir markası orijinalda olan, belə deyim də sizə, maddələri yağda istifadə olunmur. Yəni, o çox böyük fərq edir. Yağda istifadə olunur. Bunlar sadəcə sintetik maddələrdir. Qatqıya da qalanda müştərinin istəyinə görə, yəni biz müştəriyə, mütəxəssis müştəriyə, satıcı belə deyək də, satış mütəxəssisi, müştəriyə izah eləməlidir ki, müştəri nə istəyir. Belə deyək, məsəl üçün, var tualet nevada, EDT deyilir. Var Eau de parfum, var parfum. Tualet nevadada qatqılar hardasa 5-10% olur. Yəni aromatik maddələrin qatqıları 5% olur, 90% spirtlə, 90%lıq spirtlə. Eau de parfumda olur hardasa təxmini 20-25%, parfumun özündə 18-30%. Bu da onu göstərir ki, qalıcılıq və yayıcılıq, yəni bugünkü gün o trenddə olan söz ki, neçə gün qalır, gün məsələsi yoxdur. Yəni, parfum suyu desək, spirt nə qədər çox olarsa, aromatik maddə nə qədər az olarsa, müştəri ondan məmnun olacaq. Niyə görə?
Çünki müştərilərə bugünkü gün öyrədiblər ki, 50 milli məsəl üçün də qablaşmaya yarı-yarı, yarısını aromatik maddə vuraq, yarısını parfum suyu vuraq. Bu heç birisi düzgün deyil. Yəni o ətri həm korlayır, həm qalıcılıq olmur, həm də yayıcılıq olmur. Yayıcılıq da şleyfdir. Nə qədər aromatik maddə az olsa, suyu, yəni spirti çox olsa, o qədər yayıcılığı çox olacaq. Ona görə müştəri ondan məmnun qala bilər. Şəxsən mən də bir müştəri kimi ətir almağa gedəndə birinci mənə də çox təklif ediblər ki, ya 50-50 olsun, ya deyirlər 60%, 40% məsələsi. Amma mən ətirin özünə baxıram. Əgər qoxu görürəm çox tündür, ağırdır, bu zaman parfum suyunu daha çox istifadə etdirirəm. Amma görürəm ki, yox, həfif qoxulardır, bu zaman daha çox yağ əlavə etdirirəm. Hətta bəzən 70%, 80% belə yağ ola bilir. Bilmirəm bu nə dərəcədə o doğrudur. Yəni mən etdiyim kimi bizim izləyicilər də edə bilərlərmi? Deyim sizə, mən izləyicilərimizə də buradan çatdırmaq istəyirəm ki, ümumiyyətcə hər hansısa bir mağazaya yaxınlaşanda ilk növbədə ola bilər satıcı, baxsınlar satıcı ümumiyyətcə anlayışı var yoxsa yoxdur. Yenə də deyim sizə ki, ətirin keyfiyyətindən asılıdır. Yaz, yay ətirləri var ki, hansı ki bunlar çox maddələri, notları güllərdən istifadə olunur. Onların əgər keyfiyyətli ətirdirsə, yenə də eyni qaydada %20-25% yağını vura bilərlər. Yəni yarı-yarıya ehtiyac yoxdur. Yay vaxtı onu yarı-yarıya da vursa, birincisi çox pis bir qoxu verər, ikincisi də ki, nə yayıcılığı olacaq, nə də qalıcılığı olacaq. Amma ağır ətirləri tamamilə belə deyək də tərkibində ud, ənbər, müşk olan ətirlərdə onlar daha da aromatik maddələr nə qədər az olsa, parfum suyu çox olsa, o qədər yəni yayıcılığında və keyfiyyətində məmnun qalacaq müştərilərimiz. Yaz-yay ətirləri demişkən, hansı ətirləri məsləhət bilərsiniz? Məsəl üçün, yaz-yay üçün ətirlər çoxdur, həddindən artıq, belə deyək, lüksü parfumlardan götürsək, Chanellərdir, Gucci'lərdir, yəni gül, çiçəkli, güllü ətirlərdir. Amma bugünkü gün bizim özümüzün öz istehsalımız deyək, belə bir ətirimiz var. Nos parfumun istehsalı var, bəli. Ətir İtaliyanın Mulhausen fabrikasında istehsal olunub, şəxsən bizim şirkət üçün. Ətirin adı Xamilyondur. Çox ağır xəsiyyətli bir ətirdir. Ətirin özü ağırdır, ağır xəsiyyətlidir. Ağır xəsiyyətli də yəni necə? İstəyəndə danışır, istəyəməyəndə danışmır. Ətirin 3 tərkibi var, 3 notları var. Əsasən də ürək notlarıdır, vetiverdir, tonkadır və müşkdür. Bayaq göstərdiniz, mən çox bəyəndim açığı. Çox maraqlı qoxusu var. Həm Ətirin kişilər, həm adı qadınlar istifadə edə bilərlər. Xamilyondur. Niyə görə Xamilyon qoyulub ətirə ad? Çünki ətir istədiyi zaman öz xəsiyyətini göstərir. Ya ətirdən şleyf verir və yaxud da vermir. Azərbaycanda trend ətir anlayışı barədə danışaq. Hazırda trend olan ətir markaları hansılardır? Bugünkü gün Bond 9 Lafayette Street'dir. Bond 9-un ətiridir. Sonra Tiziana Terenzilərdən Kirkedir, Andromedadır. Kişi ətirlərindən Creed Aventus'dur, Dior Sauvage-dır. Ətir çoxdur, ümumiyyətcə ətir çeşidi çoxdur. Saysam, yəni bizim o vaxtımız bəli, ona gedəcək. Yəni bugünkü gün ən trenddə olan ətirlər bunlardır. Maşallah jurnalınız da var, mağazalarınız da kifayət qədər çoxdur. Bildiyim qədərilə 9 mağazanız var. Bəli. Müştərilər sizi necə tapsınlar? Həmin mağazalar harda yerləşir və ümumiyyətlə topdan satışda edirsinizmi? Bu barədə danışarsınız, zəhmət olmasa. Sumqayıtda 3 filialımız var. Bir filialımız Neftçilərdədir, Həzərsulanovda, Bakıxanov, İnşaatçılar filialı, Sədərək Ticarət Mərkəzi 12-ci sırada və Ağcabədidə bir filialımız var. Topdan satış edirik. Hər filiallarımızda həm topdan, həm pərakəndə satışımız olur. Müştərilər bizi tapmaq üçün saytımız var. O saytdan bizi tapa bilərlər. Hansı filiala yaxındırlarsa, o filiala da yaxınlaşa bilərlər. Və əgər evdən çıxmaq istəmirlərsə, Umiko ilə sifariş edə bilərlər ətirləri. Onlayn sifarişlər var? Bəli, onlayn sifarişlərimiz də var. Çox təşəkkür edirəm Samir bəy, var olun, minnətdaram. Sağ olun.